Maldivlərə gedərkən bunları mütləq götür. Günəş kremi. Maldivlərdə çox bahadır, evdən götür. Snorkel maskası. Rezortda icarə pulludur, mağazalarda isə qiymətlər yüksək. Su ayaqqabısı. Reef shoes. Riflər kəskindir, orada tapmaq çətin və bahadır. Dərmanlar. Ağrı-kəsici, allergiya dərmanı, mədə üçün aptek azdır və bahadır. Kiçik ilk yardım setinə, həmçinin plaster, yara üçün kremi unutmayın. Xırda kəsiklər riflərdə tez-tez olur. Həşərat əleyhinə vasitə də vacibdir. Su keçirməyən telefon qabı və portativ şarj cihazı. Ekskursiyalarda, qayıqlarda priz olmur. Pul mövzusu çox vacibdir. Dolları harada Maldiv rufiyasına dəyişmək olar. Mali Beynəlxalq Hava Limanında, banklarda və rəsmi exchange məntəqələrində, bəzi rezortlarda, amma kurs zəif olur. Xırda dollar əskinazları kiçik xidmətlər üçün idealdır. Kiçik bonuslardan nazik köynək və ya pareo, həmçinin də yüngül bel çantasını unutma. Növbəti videoda Biletovunun sirlərini, rezervasiya xətalarını, mövsüm riski və real gözləntilər barədə danışacağam. Abunə ol ki, qaçırmayasan. Hələlik.